Burada bağlıdır. Belki qonşu bloka çıxdı. Yox, ağlım kəsmir. Rafik, dinç dur. Ne oldu? Qapını niye sındırırsınız? Biz 3 otaqlı mənzilə baxmaq istəyirik. Size kim icazə verib? Göstər. Yəni bunun üçün də icazə lazımdır. Biz hazır 3 otaqlı mənzilə baxmaq istəyirik. Siz bu binada mənzil alırsınız? Bəli. Rafik, gəl bura. Hara? Yaxşı otaqdır. Bax, bu uşaqların otağı olacaq. Bizim, Sizin mənim. balkonu da var. Bu da yemək otağım. Sən bir mətbəxə bax. Seyfi gör necə mətbəxdir. Lap möcüzədir. Orada yemək stolu olacaq, divanı da bura qoyarıq. Belə yaxşıdır. Yeyib içməyimiz elə burada olar. İndi hamı belə eləyir. Yemək otağında da qonaq qəbul eləyərik. Ancaq kafili dəyişmək lazım gələcək. Eşidirsən? Kafili mütləq dəyişdirməliyik. Buradakı yataq otağımız. Sən niyə ona öz sənədimi göstərmədin? Onsuz da icazə verdi də. Başa düşə bilmirəm. Axı niyə biz heç olmasa bircə dəfə öz hüququmuzdan istifadə eləmirik? Dinç dur! Ona görə sən özünü göstərə bilmirsən. Elə institutda da sənə ictimai iş zad tapşırmırdılar. Nə olsun? Necə nə olsun? Nə olsun da? Bu sənin fərsizliyinə dəlalət eləyir. Fərasətin yoxdur, ona görə də öz halca haqqını tələb eləyə bilmirsən. Halalca haqqım nədir ki? Yenə başladın. Söz vermişdim axı. Gedək. Hə, əlimə bax. Hop! Bıdı. Əgər mənzil məsələsi baş tutsa, Teymurun canına dua oxuyacaq. Dəymə. Əgər baş tutmasa. Yenə başladın, hə? Aləmi dağıdaram. Onlara necə qiymətli şeylər gətiriblər. Kimə? Teymur gilə. Sırağa gün Sevdanın nişanı idi. Dayına gətirməmişdilər. Bir komplekt brilyant əlasından. Sırğa, üzük, boyunbağı, ömrümdə eləsini görməmişim. 12 çimadan cürbəcür hədiyyələr. Gümüş qab-qacaq, qəşəng parçalar, şuba. Elə 15 cüt ayaqqabı vardı. Hə, ayın 9-unda toyudur, gerək biz də bir şey alır. Hara? Otur. Yeyin. Alo? Bura bax, ölümün çatıb deyəsən. Oğlanda işin olmasın, onun yaxasından əl çək. Xoşuna gəlir? Çox qəşəngdir. Sağ olsun Turan, gözəl düzəldib. Görünür bacarıqlı rəssamdır. Ayrı variant da vardı. Xoşuma gəlmədi, çox şey çıxmışdı. Davam edin. 400-dən çox qonaq olacaq. Odur biz götür-qoy eləyib qərara gəldik ki, inturist yaxşıdır. Qonaqların siyahısına bax ki, yaddan çıxan yoxdur ki. Turistin yeməyi bir şey deyil. Aşpazları ayrı yerdən gətirəcəyik. Ərzaq məsələsi necədir? Dərbənddən 100 kilogram qoyun əti göndərəcəklər, özdə diri-diri. Asetrini Katrinə sabah gətirəcəklər ki, təzə olsun. Kürünü gətiriblər. Toyuq fermasından da xahiş ediblər ki, maşın göndərək. Göndərin. Bəs nəqliyyat məsələsini necə eləmisiniz? Sərəncamınızı qaraj müdürünə çatdırmışam. İkinci Maraoli və Xvançikara siz istədiyiniz kimi çəlləkdə gələcək. Gürcü yoldaşlara dəvətnamə göndərməyi unutmayın. Yaxşı, gedə bilərsiniz, sağ olun. Sağ olun. Əmi, istəyirsən sən qal. Yox Səlim, mən də gedim. Bax Səlim, yenə deyirəm sənə, xonçasız toy olmaz. Ona baxarıq hələ əmi. Cavanlar nəsə etiraz edir. İndi gəl daha ciddi məsələlərdən danışaq. Mənzil xoşuna gəldi? Əla mənzildir.
Yeri də gözəldir. Ha, Naçanalda yer saxlatdırmışam onlara. Toydan sonra dincəlmək üçün. Köhnə otellər məncə daha yaxşıdır. Neçə il Səliqəsiz, qalacaqlar? 2 həftə bəsləridir. Sonrasını özləri bilərlər. İstəyərlər ya Altıya, ya da Pribaltikaya gedərlər. Hə, özləri həll eləyərlər. Daha uşaq deyirlər. Mən gedim. Öz çay. Çox sağ ol. İçmirəm. Yaxşı. Hə, xahişimi yaddan çıxartmamısan. Hər şey qaydasındadır. İşi mənim tələbəlik yoldaşım aparır. Düzü burada elə bir şey yoxdur. Bilirəm ki, oğlan demagoqun biridir. Özü cəhənnəm başqa hörmətli adamları ləkələyə bilər. Belə şeylər az olmur. Cəhənnəmə gedən yoldaşını çox istəyər. Demək olar ki, istintaq qutarıb. İş bugün sabah məhkəməyə gedəcək. Elə böyük işdir. 1.200.000. O, Allah heç kimə göstərməsin. Əlbəttə. O da hafiz. Sağ ol.